Həqiqətən də sədəqə mövzusu çox aktual və geniş, hər zaman aktual olan bir mövzudur. Sədəqə sadəcə təbii ki, maddi tərəfləri də olmaqla yanaşı, eyni zamanda İbrahim müəllim də qeyd elədiyi kimi mənəvi tərəfləri də var. Biz Quran-Kərimin ayəsində istinad edərək bu sualınıza cavab olaraq bunu qeyd etmək istəyirəm ki, Quran-Kərimdə Rəbbimiz buyurur ki, sədəqə o kəslərə verilir ki, ehtiyacı olanlar, yolda qalanlar, eyni zamanda qəlbi İslama isinməsi üçün olan insanlar və eyni zamanda Allah adına bir iş qurula bilər. O işə də sədəqə verilməsi Quran-Kərimin ayəsindədir. Və hətta İmam Cəfər Sadiq əleyhissalamın bir hədisində buyurulur ki, sədəqə ehtiyaclara çatmadan öncə Allahın qəzəbini söndürər. Bu qədər dəyərli bir məsələdir, çox önəmli bir məsələdir. Hətta Allah Rəsulü bir hədisində buyurur ki, bir insan günə başlayarkən, bir yeni günə başlayarkən o gününü sədəqə ilə başlayarsa, onun duası geri çevrilməz və eyni zamanda insanın bir çox bəlaların qarşısını alınmasına səbəb olar. Eyni zamanda həm malının, belə deyək, bəlasının qarşısını alır, həm də canının qarşısını alır. Təbii ki, ehtiyaclı olan insanlara verilməsi, burada önəmli olan miqdarın önəmli deyil ki, burada müəyyən bir miqdar olsun. Təbii ki, çox olmağı daha gözəl ola bilər. İbrahim müəllim də qeyd elədiyi kimi, ictimai bir sosial rifahın yaxşılaşmasına xidmət edən bir əməldir. Həm dünyamız üçün faydalıdır, eyni zamanda axirətimiz üçün bir baza yığırıq, belə deyək. Sosial birliyin də, vəhdətin də formalaşmasına böyük bir xidmət. Burada önəmli olan bizim dinin əsas hədəfi insanın niyyətidir, təqvasıdır. Yəni, sədəqədə verməkdə ən önəmli şərt insanın niyyətidir ki, Allah rızası üçün verməlidir və etdiyi zamanda qarşı tərəfə əziyyət bir məzəmmət olmamalıdır.